Hilal geceler necə parlayırsa, bu şirniyyat da bayram süfrənizdə elə parlayacaq. Hər gözəl şirniyyatın əsası keyfiyyətli undan başlayır. Təzə kərə yağı, keyfiyyətli un, otaq temperaturunda yumurta və tam ölçüdə şəkər hər detal nəticəyə təsir edir. Xəmiri yoğurarkən tələsmək olmaz. Əlimizə yapışmayan xəmir əldə etməliyik. İçliyi hazırlayarkən fındığı çox iri saxlamırıq. Şəkər tozu fındıqla tam qarışmalıdır. Qabıqlı hil istifadə etməyimiz şirniyyatımızı daha ətirli edir. Bu içliyə daha dərin və zərif aroma verir. İçliyin dağılmaması üçün isə yumurtanın ağından istifadə edirik. Xəmirə bir qədər istirahət vermək çox vacibdir. Bu zaman xəmir özünü toplayır və formaya salarkən çatlamır. Kündələrin eyni ölçüdə olmasına diqqət yetirin. Sonra xəmiri nazik şəkildə açırıq. Hazırladığımız içlikdən ölçülü şəkildə əlavə edib diqqətlə bükürük. Kənarlarını möhkəm bağlayırıq ki, bişərkən içlik çölə çıxmasın. Daha sonra hamarlayıb ay formasına salırıq və üzərini şəkərbura daxışları ilə bəzirik. Soba listini aralıqla düzürük ki, bişərkən bir-birinə yapışmasınlar. Ay formasında hazırladığımız bu şirniyyat həm Ramazanın rəmzidir, həm də Novruz bayramında ənənəvi və fərqliliyi bir araya gətirir. Hazırlayan hər kəsə nuş olsun.